Salam, bu izahlı təqdimatımıza xoş gəlmisiniz. Baxın, bu günlərdə xəbərlərdə, sosial şəbəkələrdə oxuduğumuz demək olar ki, hər məqalədə süni intellektlə bağlı saysız-hesabsız səsküylü terminlər eşidirik. Amma gəlin düzünü deyək, bəzən hamısı beynimizdə elə bir-birinə qarışır ki, adam lap qıcıqlanır, elə deyilmi? Bugün bizim bir dənə əsas məqsədimiz var. Bu dolaşıq toru tamamilə açmaq və hər şeyin əslində bir-biri ilə necə əlaqəli olduğunu aydınlaşdırmaq. Gəlin bu mürəkkəb görünən texnoloji labirintdən çıxış yolunu birlikdə kəşf edək. Yaxşı, gəlin vaxt itirmədən gündəliyimizə nəzər salaq. Əvvəlcə süni intellekt və terminlərdən başlayacaq, sonra maşın və dərin öyrənməyə, ardınca isə data elmi çətirinə keçəcək. Dördüncü yerdə robotexnika, yəni işin ən böyük çətinliyi gəlir və sonda bütün bunları süni intellektin taksonomiyası altında ümumiləşdirəcəyik. Beləliklə birinci hissəmiz, süni intellekt və terminlər. Sizə çox birbaşa bir sualım var. Bütün bu terminlər əslində nə deməkdir və onlar bir-biri ilə necə əlaqəlidir? Təsəvvür edin, eyni bir xəbərdə süni intellekt, maşın öyrənməsi və data elmi sözləri sanki eyni şeymiş kimi tamamilə qarışıq şəkildə işlədilir. Burada məni ən çox güldürən nədir bilirsinizmi? Bəzən yekə-yekə şirkətlərin kadrlar şöbəsi təcili süni intellekt mütəxəssisi axtarılır deyə elanlar verir, amma əslində onların axtardığı adam sadəcə dataları analiz edə bilən sıravi bir data elmi mütəxəssisidir. Yəni, əgər bu terminlər bəzən sizin də başınızı dumanlandırırsa, heç narahat olmayın, qətiyyən tək deyilsiniz, bugün biz məhz bu xəritəni dəqiqliklə cızacağıq. İkinci hissəyə keçirik, maşın və dərin öyrənmə. İndi isə gəlin prosesi gözümüzdə canlandıraq. Bu texnologiyaları o məşhur Rus matryoşka gəlincikləri kimi təsəvvür edin. Hər şey necə bir-birinin içində yerləşir. Baxın, ən çöldəki ən nəhəng qat kompüter elmləridir. Onun içinə açırsınız, qarşınıza süni intellekt çıxır. Süni intellekti də açırsınız və içindən maşın öyrənməsi boylanır. Ən dərinlərdə isə dərin öyrənmə gizlənir. Bu bizə elmin necə işlədiyini çox gözəl göstərir. Yəni, ümumi nəzəriyyədən başlayıb, texnologiya inkişaf etdikcə necə xüsusi və dar mövzulara fokuslandığımızı. Yaxşı, bəs bu matryoşkanın tam mərkəzindəki maşın öyrənməsi əslində nədir? Burası həqiqətən çox vacibdir. Maşın öyrənməsi qabaqcadan hər detalı incə-incə yazılmış, cansıxıcı bir kod yığını deyil. O, sistemləri statik olmaqdan xilas edib, onlara insan kimi adaptasiya olmaq bacarığı verir. Sistemə nə qədər çox məlumat, yəni data verərsinizsə, o bir o qədər təcrübə toplayır və işini daha yaxşı görür. Bu, eynilə balaca bir uşağa hərfləri öyrətməyə bənzəyir. Uşaq nə qədər çox mətn oxusa, sonradan bir o qədər səlis danışır. Maşınlar da məhz bu cür datadan qidalanıb öyrənirlər. Matryoşkanın ən dibinə, dərin öyrənməyə gəldikdə isə, xahiş edirəm adındakı dərinlik sözü sizi qorxutmasın. Burada heç bir mistik fəlsəfə yoxdur. Bu, sadəcə olaraq arxadakı riyazi modellərin mürəkkəbliyini ifadə edir. Uzun illər idi ki, bu nəzəriyyələr var idi, amma yalnız son vaxtlar kompüterlərimiz o qədər gücləndi ki, bu mürəkkəb riyaziyyatı reallığa çevirə bildik. Bugün heyrətlə istifadə etdiyimiz o ChatGPT və ya mükəmməl şəkillər çəkən Midjourney var ha. Bax, onlar məhz bu dərin öyrənmənin məhsuludur. O, maşın öyrənməsinin sadəcə ən qabaqcıl formasıdır. Davam edirik. Üçüncü hissə, data elmi çətiri. Bayaqdan matryoşka deyib dururuq, amma data elmində vəziyyət tamamilə fərqlidir. Mən burada bilərəkdən çətir sözünü istifadə edirəm. Niyə? Çünki data elmi tək başına bir texnologiya deyil. O, öz altında müxtəlif fənləri, maşın öyrənməsini, statistikanı, data saxlamağı və hətta web inkişafını birləşdirən böyük bir çətirdir. Amma mənə görə burada ən kritik və təəssüf ki, ən çox unudulan detal sahə bilikləridir. Düşünün, tibbi məlumatları analiz etmək üçün təkcə kod yazmaq bəs eləmir. Siz eyni zamanda o sahənin, yəni tibbin öz qanunlarını bilməlisiniz ki, o rəqəmlərdən əsl insightlar, real dəyər çıxara biləsiniz. Baxın, burada doğrudan da ironik, biraz da gülməli bir reallıq var. Mediadakı səsküylü başlıqlara inansaq, güya hər yerdə 100%lik, fantastik bir süni intellekt tətbiq olunur. Amma gerçəklik bambaşqadır. Data elmi həlləri adətən özündə cəmi bircə çimdik süni intellekt saxlayır. Bəli, sadəcə bir çimdik. Çox vaxt böyük şirkətlərin bəhbəhlə təqdim etdiyi o inqilabi süni intellekt məhsullarının arxasında çox sadə statistika, bildiyimiz ənənəvi alqoritmlər və balaca bir maşın öyrənməsi funksiyası dayanır. Hər şey qəliz neyron şəbəkə olmaq məcburiyyətində deyil və bu sitat həmin illüziyaları möhtəşəm şəkildə dağıdır. Keçirik
Dördüncü hissəmizə robotexnika, yəni bu işin ən böyük çətinliyi. Gəlin özümüzə sadə, amma əslində çox dərin bir sual verək. Robot tam olaraq nədir? Yəqin ki, bu dəqiqə çoxunuzun gözünün önündə o məşhur elmi fantastik filmlərdəki insana bənzəyən qəribə metalik varlıqlar canlandılı, eləmi? Bəs reallıqda vəziyyət belədirmi? Gəlin o Hollywood mifini bir dəfəlik kənara qoyaq. O qəribə yeriyən və monoton səslə danışan humanoid maşınlar bugünkü sənayemizin reallığını əks etdirmir. Əsl robot, ətrafını hiss edən sensorları olan və fiziki olaraq nəyəsə təsir edən, yəni motorları olan, istənilən proqramlaşdırılmış maşındır. Onun mütləq insan kimi görünməsinə ehtiyac yoxdur axı. Təsəvvür edin. Evdə qab yumaq üçün 2 qollu insana bənzər bir robota ehtiyacımız yoxdur. Bu tamamilə absurd və səmərəsiz olardı. Onun yerinə bizim suyu doğru künclərə püskürdən ağıllı qabıyan maşınlarımız var. Və ya küçədəki o sürücüsüz avtomobillər var ha, onların özü də əslində devasa, mürəkkəb bir robotdur. Burada mütləq bir cizgi çəkməliyik. Bu günlərdə marketinq hiləsi kimi bankların və ya mağazaların o müştəri xidmətindəki yazışma proqramlarına bot və ya proqram robotu deyirlər. Amma elmi dildə danışsaq, onlar əsl robot hesab edilmir. Niyə? Çünki əsl robotexnikanın əsas şərti real fiziki dünyada mövcud olmaqdır. Chatbotların nələrsə tutmaq üçün qolları, ətrafa dəyib-dəymədiyini yoxlayan fiziki sensorları yoxdur. Onlar sadəcə ekranın içində yaşayan proqramlardır. Robot dedikdə mütləq obyektlərlə fiziki təmas nəzərdə tutulur. Baxın, məni ən çox heyrətləndirən məqam da məhz elə budur. Niyə robot texnikası süni intellektin ən böyük, bəlkə də ən acımasız sınağıdır? Çünki burada maşın sadəcə bir işi yaxşı görməklə kifayətlənə bilməz. O hər şeyi eyni anda etməlidir. O görməlidir, deməli kompüter görməsinə ehtiyacı var. O sizi eşidib anlamalıdır, deməli təbii dilini emalı lazımdır. İnsan kimi reaksiya verməlidir deyə kognitiv modelləşdirmə işə düşür. Və düşünün ki, bütün bunlar fiziki dünyada, o dəyişkən mühitdə eyni anda problemsiz işləməlidir. Bütün bu qarışıqlığı bir araya gətirən, hər şeyi orkestr kimi idarə edən mərkəzi beyin isə əlbəttə ki, bizim bayaq öyrəndiyimiz maşın öyrənməsidir. Nəhayət, gəldik 5-ci və sonuncu hissəyə, süni intellektin taksonomiyası. İndi yəqin ki, mənimlə razılaşarsınız. Elm heç də həmişə xətkeşlə səliqəli çəkilmiş düz xətlərdən ibarət deyil. O, daha çox iç-içə keçmiş, mürəkkəb və zəngin bir şəbəkə kimidir. Biz bayaq dedik ki, maşın öyrənməsi süni intellektin alt sahəsidir. Amma təkcə bu deyil axı. O eyni zamanda riyazi statistikanın da alt sahəsidir. Yəni, texnologiyalar bir-birindən mütləq şəkildə qoparılıb təcrid olunmayıb. Bunu yaxşı vizuallaşdırmaq üçün riyaziyyatdakı Venn diaqramlarına bənzəyən o məşhur Euler diaqramlarından istifadə edirik. Bu bizə göstərir ki, hər bir sahə digəri ilə necə qidalanır və iç-içə keçir. Gəlin, bu qədər danışdığımız o mürəkkəb əlaqələri biraz ümumiləşdirək. Kompüter elmləri hər şeyin üzərində dayandığı ən geniş fundamentdir. Maşın öyrənməsi düz mərkəzdə dayanaraq həm süni intellektlə, həm də statistika ilə kəsişir. Data elmi isə, necə deyərlər, bir çətir kimi bütün bu kəsişmələrin üzərinə sərilir. Həm maşın öyrənməsindən, həm statistikadan, həm də kompüter elmlərindən ehtiyacı olan nə varsa götürüb istifadə edir. Deməli, bizim qarşımızda sadəcə quru bir siyahı yox, daim nəfəs alan, hərəkətli və bir-biri ilə sıx əlaqədə olan devasa bir ekosistem var. Bugün həqiqətən də mürəkkəb bir labirintin içindən birlikdə keçdik. Sonda isə sizi belə bir düşüncə ilə baş-başa buraxmaq istəyirəm. Kompüterlərin gücü hər gün ağlasığmaz dərəcədə artır və bu sahələr getdikcə bir-birinə daha çox qarışır. Bəs sizcə, gələcəkdə bu kəsişmələrdən hansı tamamilə yeni, bəlkə də hələ adını belə təsəvvür edə bilmədiyimiz sahələr doğacaq? Bəlkə maşın öyrənməsi ilə insan biologiyasının tamamilə birləşdiyi yeni bir elm növü? Kim bilir, gələcək həm sirli, həm də çox həyəcan vericidir. Bu kəşf səyahətində, yəni bu izahlı təqdimatda bizə qoşulduğunuz üçün hər birinizə təşəkkür edirəm. Ümid edirəm süni intellekt dünyasının bu mürəkkəb mənzərəsi artıq sizin üçün daha aydındır. Növbəti izahlarımızda görüşmək ümidi ilə.